Sabahınız xeyir olsun əzizlərimiz, gününüz aydın olsun. İnşallah bu şənbə günündə bütün işləriniz, bütün əməlləriniz yaxşılığa doğru irəliləsin. Nə yaxşıdır səhər-səhər oyananda bir-birini görəndə bir-birinə xoş sözlər deyib, xoş cavablar da almaq. Amma aramızda elə adamlar var ki, sevirlər bəzi adamlara acı söz demək, bəzilərinin könlünə dəymək. Amma başa düşmürlər ki, birinin könlünə dəyəndə o könlünü sonradan düzəltmək çox çətin olur. Bir rəvayət var, danışım səhər-səhər, bəlkə könlünüz xoş olar. Bir gün bir kişinin bir oğlu olur, bu xoşlayır dava eləməyi, mübahisə eləməyi, başqalarının könlünə dəyməyi. Atası buna bir torba mismar verir, bir də taxta. Deyir, oğlum, kimin könlünə dəydin, həmən bu taxtaya bir dənə mismarı vurursan. Elə birinci gün oğlan taxtaya nə az, nə çox düz 35 dənə mismar vurur. Sonraki günlər başlayır özünə bir balaca nəzarət eləməyə. Nəzarət elədikcə görür ki, torbada mismarların sayı qurtardı. Gəlir atasının yanına. Atası görür mismarlar bitib, qurtarıb. Oğluna deyir ki, indi başla bir-bir taxtada mismarları çıxartmağa. Oğlan belə deyiləyir. Gün gəlir, keçir, taxtanın üstündə təmiz mismarlar qurtarır. Oğlanın da əxlaqı, davranışı tamamilə düzəlir. Gəlir atasının yanına ki, mən artıq özümə nəzarət eləmişəm, daha heç kəsin könlünə dəymirəm. Atası deyir, mən buna çox sevindim, amma o taxtanı gətir mənim yanıma. Oğlan gətirir taxtanı atasının yanına, atası görür ki, taxtanın üstündə saysız hesabsız dəliklər var. Deyir, oğlum, bax görürsənmi, bu taxta daha əvvəlki kimi səthi düz olur. Lose control seems that no one understands what you give nothing compares. No surprise that they envy me more as part of thee. Səhər oyandınızsa, heç kimin könlünə dəymirsiniz, sizi incidənlərə də ya səbir deyib yanından ötüb keçirsiniz. İcazənizlə səhər-səhər könül xoşluğu ilə bu şənbə günü verilişimizə başlayaq və ilk olaraq sizə bir mahnı payı ərmağan eləyək. Bax, bu mahnı payını da bizə verəcək məşhur Aşıqlar qrupunun yaradıcısı, bədii rəhbəri, Respublikanın əməkdar artisti Elxan Şıxəlğeyev. Çox xoş gəlmişsiniz müəllim. Sabahınız xeyir olsun. Xoş gəlmişsiniz. Necəsiz? Çox sağ olun Nurana xanım. Mən də Aşıqlar qrupu adından, öz adımla deməli sizi və tamaşaçılarımızı salamlayıram bugün. Çox sağ olun. Bu gözəl verilişdə, səhər çağı verilişində və bir də öz adımdan mən təbrik edirəm bizim xalqımızı. Gələn Qurban Bayramını təbrik edirəm. Ay, nə gözəl. Bizim xalqımıza əmin-amanlıq, can sağlığı, uğurlar arzu edirəm. İnşallah. Amma səhər-səhər biz sizdən bir mahnı istəyirik. Bir gözəl mahnı, melodiya saksafonda özü də. O da melodiya butadır. Buyurun, buyurun. Buyurun.
Teşekkür İlham müəllim. Buyurun əyləşin burada. Kim nə deyir desin, hər bir şəhərin özünə yaraşan musiqi aləti var. Saksafon Bakıya çox yaraşır. Çox sağ olun. Düzdür? Çox sağ olun Nuray xanım. Bəli. Saksafon da yaraşır, sonra başqa alətlər də yaraşır. Düzdür, biz şərq ölkəsiyik, deyək, şərq şəhəridir Bakı. Bəli. Saksafon da Avropa alətidir. Amma bizim şəhərə o alət necə yaraşır? Özü də o alətin səsi gələndə o 70-ci illər, o köhnə Bakı, bax onlar hamısı gəlir, dayanır adamın gözünün önündə. Çox sağ olun Nuray xanım. Mən sizə deyim ki, deməli, neçənci illərdir? Mən 6-cı sinifdə oxuyurdum da. Bəli. Demək olar ki, 60-cı illərdə, 60-cı illərdə mən Muziki Lişeyə, Asır Zeynal adına Muziki Lişeyə daxil olanda, mənə deməli, mən də onda bizim deməli şəhərimizə, deməli keçmiş Sovet ölkələrinə çox xarici deməli qonaqlar gəlirlər, müğənnilər gəlirdilər konsertlərlə. O Vaqif Mustafazadənin vaxtı idi da, düzdür? Bəli. Deməli Bolqariyadan, sonra Vengriyadan, Macarıstandan, sonra Çexoslovakiyadan qonaqlar gəlirlər tez-tez konsertlərlə. Və orada mən saksafonu gördüm. Mən özüm klarnetdə çalıram və klarnet alətini deməli qutarmışam Asər Zeynalda və Azərbaycan Dövlət Konservatoriyasını qutarmışam mən. Və onda mən vuruldum saksafona. Səsinə? Bəli, saksafona vurulmuşdum. Qeyri-adi dualətin səsidir orada. Atam dedi ki, Elxan, pəs Muziki Lişeyə daxil ol, mən sənin üçün saksafon alım. Şərt qoydular sizə. Bəli, mən deməli Muziki Lişeyə daxil oldum, elə həmin gündə getdim, atam deməli mənə üçün saksafon. Saxlamısınız o aləti? O alət mənim evimdədir, bəli. Yadigar kimi saxlamışsınız. Yadigar kimi saxlamışım. Əslində, bax, elə saksafon alətində də çalmaq çətindir. Yəni, o dərəcədə də asan bir məsələ deyil. Elə ona görə də Azərbaycanda saksafon ifaçılarının sayı azdır. Yəni, saysaq biz 10 nəfərə bilmirəm, çıxar-çıxmaz, o alətin ifaçıları azdır. Amma maraqlıdır ki, siz nəinki saksafonda tək ifa eləmək. Siz ümumiyyətlə, bizim tamaşaçılarımızın əksəriyyəti bilir ki, Elxan müəllimin adı gələndə o məşhur Aşıqlar qrupu yada düşür ki, vaxtilə o Aşıqlar qrupu yadımdadır ki, Bakıda bir festival keçirilmişdi, rock festivalı keçirilmişdi. Rock Panorama keçirilmişdi. Rock Panorama, bax o festival. Ümumiyyətlə siz çox ölkələrdə olmuşsunuz, bax o ansambılla birlikdə. Bugün yaşadırsınız mı o ansambılı? Bəli, yaşadırıq, bəli. Amma köhnə üzvlər deyil, hə? Köhnə üzvlər dəyişilir, lakin ansambl yaşayır. Dəyişməz Elxan müəllim qalır. Bəli, mahnılar da, yeni mahnılar yazılır, yeni melodiyalar yazılır. Bugün də mən bir yeni melodiya ilə gəlmişəm. Eksklüziv Lidiya televiziyası üçün, hə? Biraz sonra. İnşallah eşidərik onu. Əsas odur ki, yəni, bax, o köhnə ifaçıların ki, deyirəm, indi əksəriyyəti, bizim köhnə deyək ki, o tamaşaçılarımızın əksəriyyəti onları tanıyırlar. Yəni, o insanlar, o Azərbaycanda həmən qrup yarananda doğrudan da fəaliyyəti çox geniş idi o qrupun. Sonradan ki, siz dəyişdiniz, yəni cavanlar gəldi, sizin üzvləriniz oldu. Bu yaxşı idi. Sözsüz ki, bir qrupda həmişə qala bilməz ki insanlar. Əsas odur ki, o qrupu yaşadasan. Yəni, bu günləri bir musiqiçi orada çalışır, sonra bir başqa qrupa ayrılıb gedirsə, yerinə təzələri gəlirsə, əsas odur qrupu... İndi mən Aşıqlar qrupunu çox yuxarı profesional, deməli, ifaçılardır, musiqiçilərdir. Cavanlar var mı? Hamısı cavandır. Məndən başqa. Mən də yox, onların içində cavan ən cavanı hiss İlxan edirəm. müəllimdir. Ən cavanı İlxan müəllimdir. Çox sağ olun. Əslində, səhnədə olan insan həmişə özünə baxmalıdır, həmişə özünü cavan saxlamalıdır. Əsas odur ki, ürəyin, qəlbin cavan olsun. Musiqi ilə də, özü də ki, saksafon kimi bir alətlə siz təmasdasınız, ünsiyyətdəsiniz. Deməli, sizin qəlbiniz cavandır. Çox sağ olun. Bu arada hörmətli tamaşaçılarımız, təşəkkürlərimizi bildirmək istəyirik. Biz verişimizə dəstək olan sponsorlarımıza Baku City Hospitalın adını çəkmək istəyirik. Əzizlərimiz, əgər səhhətinizlə bağlı bir probleminiz varsa, buyurun müraciət eləyin Baku City Hospitala. Çünki bu hospitalda Azərbaycanımızın ən mütəxəssis, ən ixtisaslaşmış həkimləri fəaliyyət göstərirlər. Nəinki bizim yerli Azərbaycanlı həkimlərimiz, hətta Türkiyədən belə məşhur həkimlər dəvət olunur vaxtaşırı. Məsələn, İstanbulun bir məşhur klinikası var,
Florence Nightingale. Bax, bu klinika ilə Baku City Hospitalın bir əməkdaşlığı var. Bax, bu əməkdaşlıq nəticəsində də vaxtaşırı o məşhur həkimlər paytaxt Bakıya gəlir. Biz də öz növbəmizdə səhər çağı olaraq bu həkimləri dəvət edirik vaxtaşırı studiyamıza ki, sizinlə canlı ünsiyyətdə olsunlar. Elə bugün də bizim bir həkim qonağımız olacaq. Diqqətiniz bizdə olsun. Növbəti bir təşəkkürümüzü isə bildirmək istəyirik Sunny qrupa. Əzizlərimiz, bu günləri şənbə günüdür, çoxlarınızın istirahət günüdür. Ona görə yolunuzu bir salın Sunny mağazasından. Amma gedəndə mütləq şəxsiyyət vəsiqənizi aparmağı unutmayın. Çünki tək şəxsiyyət vəsiqənizi təqdim edəcəksiniz və Sunny mağazalarında olan müxtəlif deyək ki, mallara siz faizsiz kreditlərlə əldə edə bilərsiniz. Xüsusilə kursantlara, tələbələrə, hərbiçilərə güzəştlər var, endirimlər var. Ona görə mütləq bax bu güzəşlərdən istifadə etməyin zamanıdır. Buyurun, müraciət edeyim. Gəlin də sizinlə bərabər reklamlarımızı izləyək. Reklamlardan sonra studiyamızın növbəti qonaqlarını da görəcəksiniz. Yar seni sevmişem, sevmişem sen güzelin. Bilmedim adını ben. Aktarıp dolanıp bu şehri. Yağış seher tezden, izin itir gözden. Ne adını ne ünvanı soruşmadım nereden. Если бы знать имя твое, не упустить, не проглядеть счастье свое. По мостовым среди домов долго брожу, нигде тебя в реках людских не нахожу. А дождь все льет с утра, смывая краски дня. Пусть продолжает месяц лить, твоих следов не смыть. Его не смыть. Надо же так, не повезло. Словно судьба сделала все мне назло. Как повернуть время назад, чтобы опять встретить тебя солнечным днем и все сказать. А дождь все льет с утра, смывая краски дня. Пусть продолжает месяц лить, твоих следов не смыть. Его не смыть.
Təşəkkür İlham müəllim, bu ifa üçün təşəkkürümüzü bildiririk və hörmətli tamaşaçılarımız bizim artıq studiyamızın bugünkü şənbə qonaqları yanımızdadır. Səməd Vurğun adına Azərbaycan Dövlət Rus dramasının çox məşhur aktyorlarından olan Respublikamızın əməkdar artisti Firdovsi müəllim Atakişiyev bu günləri gəlib. Sabahınız xeyir olsun, xoş gəlmisiniz və sizə söz verdiyimiz kimi Baku City Hospitalında biz vaxt aşırı ixtisaslaşmış məşhur həkimlərindən dəvət edirik studiyamıza. Bax, bu günlərdə bizim həkim qonağımız var, Ramin Bağırov bizimlədir. Sizin də sabahınız xeyir olsun. Hər ikinizə, daha doğrusu hər üçünüzə deyirik. Sabahınız xeyir olsun. Xoş gəlib, səfa gətirmişsiniz. Çox sağ olun. Firdovsi müəllim, elə biraz öncə İlham müəllimlə sizi görəndə danışdıq ki, Firdovsi müəllim qətiyyən dəyişmir. Necə var, bax 20 il əvvəl teatra necə gəlmişdisə, 20 ildən artıq da artıq. 21 ildir artıq. 21 ildir. Necə gəlmişdisə, eləcə də qalmışsınız. Sizə xüsusi simpatiyası olanlar var. Doğrudan, bir aktyor kimi. Firdosunu görmürdün, doğrudan çox şad oldum ki, Onda biz bugün sabah Firdosi də burada bu görüşdürürük. gözəl verilişdədir və Ramin müəllim də tanışımızdır. Gözəl, gözəl. Çox sağ olun. Çox Tanışlar, sağ olun, dostlar sağ bu günləri bir aradadırlar. Firdovsi müəllim, özü də ki, siz bir çox verilişlərimizdə aparıcı qismində iştirak eləmişsiniz. Mən ümumiyyətlə mənim fəaliyyətim, sənət fəaliyyətim televiziya ilə həmişə bağlı olub. Çünki mən 10 ildən çoxdur ki, mən teleaparıcı kimi də məni daha çox televiziya daha çox məşhurlaşdırıb, nəinki teatr. Ona görə mən televiziyaya çox minnətdaram və Lider kanalını çox sevirəm. Çünki məhz Lider kanalında mənim şəxsi mənim Azəri Top Model müsabiqəsi çox uğurlu bir layihə idi və mən hələ də inanıram ki, onun ardı olacaq inşallah məhz Lider telekanalı ilə inşallah. İnşallah. Ona görə bu günləri hörmətli tamaşaçılarımız səhər çağının 2 aparıcısı var. Birinci aparıcısı Firdovsi Atakişiyev. Estağfurullah. Mən sizə öz təşəkkürümü bildirmək istəyirəm. Ümumiyyətlə səhər-səhər çox pozitiv bir hava yaratmışsınız Azərbaycanda. Mənim içimdə çox böyük bir sevgi və sevinç var. Mən onu sizlə də istəyirəm bölüşüm. Buyurun, buyurun. Bilirsiniz, sevinç bölüşməyə birinci hazır. Deyəndə biləcəksiniz ki, nəyə görə mən belə biraz çılğınam. Oktyabrın 9-unda bizim ailəmizdə çox böyük bir sevinç oldu. Mənim bacımın qızı dünya bir övlad gətirdi. Onun sevincini yaşayıram indiyə qədər. Demək olar ki, baba olmuşam. Firdosi təbrik edirik. Çox sağ olun. Ayxan adında bir gözəl baladır. Mənə elə gəlir ki, Azərbaycanımıza, bizim xalqımıza layiqli övlad olacaq. İnşallah, inşallah. Mən çalışacağam ki, olsun. Biz də təbrik edirik və o balanın üzündən öpürük. Həkim, sizin xəstələrinizin halı, əhvalı necədir? Şənbə günüdür, bu günləri bax, xəstəxanada qoyub gəldiyiniz xəstələr. Şənbə günü bizim City Hospitala daha çox müraciət olur. Çünki insanlar istirahət günüdür. Vaxtları var. Boş vaxtları var. O vaxtlarda ancaq öz sağlıqları üçün müraciət edirlər. Bunun üçün bir şey vurğulamaq istəyirəm ki, Baku City Hospital 24 saat fəaliyyət göstərir. Bütün ixtisas üzrə 24 saat fəaliyyət göstərir. Günün istənilən zamanı klinikaya müraciət etmək olar. Çox ixtisaslaşmış həkimlər sizin yolunuzu gözləyirlər. Məhz Baku City Hospitalda günün 24 saatı müraciət eləyə bilərsiniz. Və diqqətinizə yetirək ki, bax, Qurban Bayramı ilə əlaqədar Baku City Hospital xeyriyyə aksiyaları keçirdir. Bu aksiyalardan biri də odur ki, ayın 20-sinə qədər sünnət əməliyyatlarını pulsuz həyata keçirdəcəklər. Hörmətli valideynlərimiz, götürürsünüz, balalarınızı müraciət edirsiniz Baku City Hospitala. İlham müəllim, siz həmişə ümumiyyətlə musiqilərinizdə, bu Aşıqlar qrupunun repertuarında xalq mahnılarına da müraciət eləmişsiniz. Onlara yeni, deyək ki, don geyindirmişsiniz, yeni aranjmanda. Bu günləri də bax, xalq mahnılarına müraciət eləyib, onları aranjmanla təqdim eləyənlər var. Amma bugün bir balaca onlarda elə bir fərq var. Bir balaca tamaşaçılarda, dinləyicilərdə narazıçılıq əmələ gəlib. Mən sizə deyim ki, Nurahan xanım, iş ondadır ki, Azərbaycan xalq mahnıların aranjirovkasını yeni aranjmanda təqdim eləyəndə xalqımıza, deməli, bu çox belə çətin məsələdir. Sizə deyim nə üçün? Ona görə ki, çoxları bilmir ki, xalq mahnıların aranjirovka eləyəndə, yeni aranjmanda təqdim eləyəndə, deməli, o xalq mahnısı gərək itməsin. Onun o şirinlikləri var, Firdosi. O gərək itməsin. O qalsın, melodiyası qalsın. Onlar beləncədən aranjirovka eləyirlər ki, doğrudan da mən də özüm tez-tez təəccüblənirəm ki,
Bu nə aranjirovkadır? Mahnı itib veriblər xoda aranjirovkaya. Aranjirovka deməli üstün, Tamamilə razıyam. melodiya yoxdur. Melodiya dəyişilib. Olub başqa bir düşürsünüz? şey. Bəli, Mən tamamilə başqa mahnı razıyam. olur. Tamam. Elə mən deyə bilərəm ki, elə beləsinə yeni melodiya yazsınlar, yeni mahnı yazsınlar. O daha yaxşı Aranjirovkasını olar. eləsinlər, daha yaxşı O olar. daha yaxşı olar. Bilirsiniz, onu o aranjman məsələsi indi mən də çox musiqi aləmində Bəli, bəli, çoxam. Firdovs, Ona siz görə çox şey bilirsiniz Sizlə musiqidə. çox münasibətli olmuşam, ona görə Çox sağ olun. anlayışım lazımıncadır. Ümumiyyətlə bu aranjman məsələsinə gələndə, bu xalq mahnılarının aranjman məsələsinə gələndə burada biraz delikat olmaq lazımdır, biraz ehtiyatlı olmaq lazımdır. İnce məqamlar var orada. Bizim xalq musiqisini Avropa dinləyicisine çatdıranda əlbəttə ki orada hansısa bir dəyişikliklər və yaxud hansısa çalarlar ola bilər. Olar. Bu mənada mən həmişə iki nəfəri həmişə belə gözümün qarşısına gəlir. Alim Qasımov, hansı Bəli. ki bizim muğamı hardasa bir belə biraz kommersiya dilindən desə ekspartirovать Bəli. eləyib, biraz çox başqa bir formada qəbul elətdirə də bilib və Sevdə Ələkbərzadə. Hansı ki mənim bu mənim fikrimdir və mən inanıram, mən bir çox xarici ölkələrdə onun çıxışlarının necə qarşılanmağını görmüşəm və bu yaxınlarda Moskvada olduq. Bizim seçki qabağı tədbirlər var idi. Bəli. Biz orada iştirak eləyirdik. İttifaqlar Evinin Sütunlu Sarayında. Orada da çox uğurlu çıxış oldu. Məhz bizim bəstəkar mahnılarını və xalq mahnısını ifa elədi. Mən gördüm ki, nə dərəcədə böyük sevgi var. Alqışlanır. Alqışlanır və amma bəzi bayağı o aranjmanlar olur, hansı ki İspan sayağı nəsə belə bir şey başlayır, sonra da Cürəbəcürə. sarı gəlin gəlir. Yox, O- iş İspan sayağında da deyil Firdovs. İş ondadır ki, aranjirovka elə şeydir ki, ona görə çox belə Ustalıqla, ustalıqla fikirləşəsən, incəliklə. düz eləyəsən. İminno xalq mahnıları. Ki Bəli. tamaşaçıların Xalq Həm könlünə xalq değir. mahnıları, həm də bizim bəstəkar mahnıları Bəstəkar da var mahnıları ki, bir çox müğənnilərimiz var. Belə qeyd üçün o mahnıları oxuyurlar ki, mən də oxumuşam bunu. Bəli, bəli. Oxumaq məcbur deyil, onu necə oxumusan? Ən əsası. Onu necə ən əsası, ən necə əsası. onu əlsiyə Gərək öz gətirirsən? işinin ümumiyyətlə ustası olasa, necə ki, bax bizim həkimlərimiz öz işinin ustasıdırlar və Baku City Hospitalın həkimlərini biz qeyd edə bilərik. Çünki bu hospitala doğrudan da müraciət edən xəstələr hər zaman razı qalırlar. Doktor, bizim üçün bax çox maraqlıdır, tamaşaçılarımız üçün maraqlıdır. Bu günləri bağırsaq xəstəlikləri daha çox yayılıb Azərbaycanda. Ümumiyyətlə, bax bu xəstəliklər nədir? Ümumiyyətlə, bağırsaq xəstəliklərinin birinci diaqnozun qoyulması önəmli yer tutur. Hamımız bilirik ki, diaqnoz müalicənin 70-80%-dir. Bəli, əsası, təməli. Əsasıdır, bəli. Diaqnozu düzgün qoysaq, müalicə etmək çox asandır. Belə bir məsəl də var, deyir, 1000 dərdin 1001 dərmanı var. Bəli. Yəni, əsas dərdi tapmaqdır, dərman 1001-dir, birdən artıqdır. Bu xəstəliklərin içərisində nazik bağırsağın xəstəlikləri ən önəmli bir xəstəliklərdir. Bu nazik bağırsağın xəstəliklərinin diaqnozun qoyulması çox çətinlik çəkir. 21-ci əsrdə buna nail oldular ki, bu xəstəliklərin dəqiq diaqnozunu qoymaq üçün. Məsəl üçün, xəstələrin şikayətləri olurdu ki, mənim göbək ətrafımda sancı şəkilli ağrılar olur. Bəli. Həmən ağrılar bir müddət itir, bir müddət sonra yenə başlayır. Və bunu digər müayinə üsulları var ki, onlarla araşdırdılar, müəyyən araşdırma apardılar, tapa bilmədilər. Məsəl üçün, belə xəstələrin bir qismində biz onlara divertikul deyirik, bağırsağın içərisində yuvalar əmələ gəlir. Aha. Yuvalar əmələ gəlir. Onun da əmələ gəlmə səbəbi az hərəkətliliyidir. İnsan qida qəbul edir, az hərəkət edir və bu bağırsaqda qida toplandıqdan sonra özünə yuvalar qurur bağırsağın içində. Biz onu divertikullar deyirik. Ona görə həmişə hərəkətdə olmaq lazımdır. Bəli. Həmişə hərəkətdə olmaq lazımdır. Necə ki, bizim aktyorlarımız daim hərəkətdədirlər. Mənə də gəlir ki, Bütün sizin... aktyorlara cavabdeh deyirəm. Mən özümə cavabdeh. Yəni, biz sözsüz ki, peşəkar aktyorlarımızdan söhbət gedir. Füzun, mənə bax, sizin Rus dramasının bir özünə məxsus xüsusiyyəti var ki, siz heç vaxt tamaşaçı sarıdan qıtlıq çəkməmisiniz. Sizin özünüzə məxsus bir tamaşaçınız olub. Bəli. Həmişə daim o tamaşalara gəlib baxan, sizin teatrdan belə deyək, artıq o dostluq, ünsiyyətində olan tamaşaçılarınız Bizim daimi tamaşaçılar var və teatr ümumiyyətlə uzun illərdən bəri öz tamaşaçısını
5 yaşından, 4 yaşından tərbiyə eləyir. Həmin o bir vaxtlar mən teatra gələndə uşaq kimi gələn, uşaq tamaşalarına gələn tamaşaçılar indi artıq öz övladlarıyla gəlirlər o tamaşaya. Aha. O öz yerində. Amma mən sizə bir şey də deyim ki, mən artıq bir teatra məxsus deyiləm. Mən ümumiyyətlə Azərbaycan teatrına məxsusam. Çünki keçən il mənim çox uğurlu Dramada işim oldu Milli Akademik Dram Bəli. Teatrında və mən böyük xoşbəxtliklə bunu qeyd eləmək istəyirəm. Çünki hər bir aktyora nəsib olan bir şey deyil. Mən bizim səhnəmizin Ərəblinskisini Bəli. canlandırmışam səhnədə. Bu bizim gözəl yazıçımız, dramaturgumuz Elçin Bəli, Əfəndiyevin Əfəndiyev. çox gözəl bir əsəridir. Mən deyərdim ki, Azərbaycan dramaturgiyasına bir hədiyyədir bu. Müasir klassik əsərlər içərisində. Və İrana xanımın, mənim həyat yoldaşım, Bəli. Bizim xalq artistimiz. İcazənizlə mən İnara xanımı buradan salamlamaq Çox sağ istəyirəm. olun. İnara xanım Tağzadə bizim çox məşhur rejissorlarımızdandır və Tofiq Tağzadənin qızıdır. İnara xanımın da böyük xidmətləri var ki, Firdovsi müəllim bu günləri həm fəaliyyətdədir aktyor kimi. Gəlin bax, bir mənalı bunu deyəcəm. Çünki rejissor Ha, bir xanımın xanım həyat yoldaşı, kimi, bəli, xanım kimi, sözsüz əlbəttə. onun xidmətləri var. Əlbəttə, Həm də əlbəttə. sizin bax belə yaraşıqlı, cavan qalmağınızda o xanımın böyük səyləri Mənə var. deyəndə Buradan ki- salamlayırıq Mənə xanımı. deyəndə, çox sağ olun, çox sağ olun. Mənə deyəndə ki, yaxşı görünürsən, deyirəm, Altından xətt icraçı, çəkin. icraçı İrana Tağzadə. Çünki həyat yoldaşından çox şey asılıdır. Bəli. Həm də bilirsiniz, indi həkim də burada əyləşib. Mən həkimlərlə özümü çox yaxşı hiss edirəm. Çünki vicdanım düzgündür onların yanında. Çünki mən əsas insanı saxlayan, insanı doğrudan da Sağlam həm həyat gözəl, tərzi. həm də yaxşı saxlayan onun sağlam həyat tərzidir. Ən əsası. Bu əsas qidadır, bu əsas əlbəttə ki, idmandır. Nəyi ki, mən mütəmadi olaraq yerinə yetirirəm və mənə deyəndə ki, harada dincəlirsən, deyirəm idman zalında. Doğrudan da idman zalında mən dincəlirəm. O müəyyən bir vaxtım olur. Yayda çox dincəlirəm, çünki idman zalında oluram çox yayda. Amma qışda vaxt tapan kimi idmanla məşğul oluram. Amma sizin Eləcə elə də məşqlərinizin özü də idmandır. O öz yerində, amma o Əsəb ağırlıq qarışıq. qaldırırsan, Məşqlər onu- əsəb qarışıq idmandır, bəli, düzdürmü? bəli, bəli. İdman zalında daha Və boş olursan. düzgün qida, bayaq çox maraqlı bir məqama toxundu həkimimiz. Ramin həkim. Bəli, ümumiyyətlə bizdə bizim mətbəximiz, biz dünyanı görürük və yenə də təsdiqləyirik ki, Azərbaycan mətbəxi ən dadlı, ən ləzzətli, bu yüksək sözlər Zəngin, deyil. zəngin. Çox gözəldir. Amma mən deyəndə ki, bizim mətbəxə də biraz diyeta qatmaq olar, deyirlər ki, necə ola bilər? Deyirəm ki, o qoyun Əl ətinin gəzdirmək lazımdır. üstündən o yağı silin, götürün. Füzuli müəllim, onda Firdevsi nə müəllim, dolma kimi gözəl yağlı, ləzzətli Vallahi olur. olmayacaq, nə də İnandırım aşqarası. sizi olur. Onu sadəcə olaraq yağa salmaq Ya, lazım. öz yağında Öz pişirmək. yağında pişirmək. Füzuli müəllimin bu ustalığı da Firdevsi var. müəllim. Füzuli Üzr mənim istəyirəm. böyük qardaşımdır. Firdevsi müəllim bax bu ustalığı da var. Həkim, bax Firdevsi müəllim düzgün elə qeyd elədi ki, o sağlam həyat tərzi sözsüz ki, qidalanmadan çox asılıdır. Bax sizin dediyiniz o xəstəliklərdə, nazik bağırsaqla bağlı xəstəliklərdə sözsüz ki, bax bu düzgün qidalanmamağın rolu Onun böyükdür. nəticəsində bu xəstəliklər əmələ gəlir. Nəticəsi- Məsəl üçün, bir qism xəstələr var ki, o xəstələr qan azlığından, anemiya deyirik biz bu elmdə, qan azlığından daim şikayət edirlər. Və o xəstələri bütün günü müayinələrdən keçirirlər. Sadəcə onların diaqnozunu təyin etmək mümkün olmur. Xəstələr sadəcə onların nədisinin arada qara rəngdə olmağından bizə şikayət edirlər. Bu müayinədə də biz, yəni City Hospital yeni bir Azərbaycanda analoqu olmayan bir endoskopik aparat gətirib. Aha, nədir bax bu endoskopik Bu aparat? Bir geniş aparatın məlumat verərdiniz. adı enteroskopdur. Enteroskopdur. Respublika yeganə klinikadır ki, nazik bağırsağın dəqiq müayinəsini aparır. Diaqnoz verir. Bəli, diaqnozu verir. Çünki nazik bağırsaqda qanaxmalar da olur. O qanaxmaları bu endoskopun köməkliyi vasitəsilə biz təyin edirik. Həmin enteroskopun köməkliyi vasitəsilə həmən qanaxmaları koagulyasiya edirik, yandırırıq və xəstədə bununla da qan azlığından necə deyirlər, xəstə Yaxa qurtara azad olur. bilir. Bəli. Aha, nə gözəl. Elxan müəllim, siz tamaşaçıların yadında sözsüz ki, Aşıqlar qrupu kimi qalmısınız. Amma sizin çox gözəl klipləriniz də vardı.
Bəli, kliplər O də məşhur var. klipləriniz də var. Bəli. Mən bilmək istəyirəm ki, bax o kliplər bu günlərdə davam eləyirmi, çəkilirmi yeni qrupla, bu qrupunuza dəvət etdiyiniz cavanlarla birgə? Bu sarıda iş var. Yox, o kliplər çəkilib. Aha. Sevə-sevə mənim mahnım var idi. Sözləri İsmail Dadaşovundur, mənim Bəli. dostumun. O Bir Darıxıram mahnınız da var idi sizin. Darıxıram Məşhur mahnısı da var, mahnınızdır. bəli. İndi Allah qoysa kliplər çəkiləcək. Mən istəyirəm bu yeni melodiyada deməli Klip çəksin. çəkilsin. Bəli, Nə bəli. gözəl. Azərbaycan klipimiz var bizim. Azərbaycan klipi də Bəli. var. Bilirəm ki, o klipləriniz sizin çox Azərbaycan mahnısı. məşhur idi və efirlərdə tez-tez o klipləri göstərirdilər və Firdovsi müəllimin özünü də tamaşaçılarımızın əksəriyyəti o kliplərdə sevib. Çünki Firdovsi müəllim bizim xalq artistimiz İlhamə xanımla tərəf müqabili olub Bəli. bir çox kliplərdə. Olub belə bir şey. Olub. Özü də silsilə oldu o kliplər. Silsilə 4 klipimiz oldu. Gözəl də kliplər idi və o tərəf müqabiliyi çox gözəl bir-birini tamamlayırdı. Çox sağ olun. Çox sağ olun. Yəni bir aktyor kimi təkcə o tərəf müqabili kimi səhnədə yox, artıq siz kliplərdə də necə tərəf müqabili. Biri var kliplərdə çox vaxt çəkilir, aktyorlar çəkirlər, amma oxuyanla onların sanki ünsiyyəti alınmır. Amma sizdə o ünsiyyət yaranmışdı. Bilirsiniz, həm də o ünsiyyət çox güclü idi. Çünki biz ümumiyyətlə İlhamə xanımla əgər fikir vermişsinizsə 4 klipdə heç vaxt bir yerdə olmamışıq. Kadrlarımız həmişə başqa-başqa yerlərdə olub. Amma Biz, o ünsiyyət necə o güclü olub. ünsiyyət necə güclü olub. Görürsünüz mü? Peşəkarlıq bax buna deyərlər. Bu arada hörmətli tamaşaçılarımız təşəkkürlərimizi bildirmək istəyirik. Baku City Hospitalın adını çəkmək istəyirik. Əzizlərimiz, səhhətinizlə bağlı bir probleminiz varsa, buyurub müraciət edə bilərsiniz Baku City Hospitala. Baku City Hospital ətrafında Azərbaycanımızın çox ixtisaslaşmış, çox məşhur həkimlərini cəm edib. Bununla yanaşı, qardaş Türkiyədən də vaxtaşırı məşhur həkimlər dəvət olunur paytaxt Bakıya. Məhz elə sizin səhhətinizin keşiyində dayanmaq üçün. Məsələn, İstanbulun məşhur bir klinikası var, Florence Nightingale. Bax, bu klinikadan məşhur həkimlər vaxtaşırı elə Bakıya dəvət olunur. Biz də öz növbəmizdə səhər çağı olaraq bu həkimləri dəvət edirik studiyamıza. Necə ki, bu günləri Ramin bəy bizim studiyamızdadır, sizinlə canlı-canlı ünsiyyətdə olsunlar. Daha bir təşəkkürümüzü də bildirmək istəyirik Sanni mağazalarına. Sanni mağazası hər dəfə sizin görüşünüzdə yeni kampaniyalarla gəlir və ən əsası siz müştərilərin cibini nəzərə alır, faizsiz kreditlər təklif eləyir, tək şəxsiyyət vəsiqənizlə yollanırsınız Sanni mağazalarına və heç bir arayış təqdim etmədən, əziyyət çəkmədən ürəyiniz istəyən malları alıb gətirirsiniz evlərinizə. Bugün də şənbə günüdür, buyurub yolunuzu sala bilərsiniz bir Sanni mağazalarına. Gəlin indi sizinlə bərabər ayrılaq qısa reklam fasiləsinə. Reklamlarımızı izləyək, sonra yenidən buradayıq.
Böyük təşəkkür. Elxan müəllim, o qıvrım tellər deyəsən yeni salınıb o sözlər, hə? Amma yoxdur deyəsən o sözlər. Bu mahnı da var. Var o Xalq sözlər, mahnısı, hə? bəli, Mən, qıvrım tellər. Bunu Siz ifa elədiniz. Həmişə qara Elxan tellər müəllim, eşitmişik. Allah rəhmət eləsin. Rafiq Babayev Allah yadına rəhmət saldı. eləsin. O insanın ümumiyyətlə Azərbaycan müasir musiqisində zəhməti çox böyükdür. çox böyükdür. Və Töhfələri böyükdür. töhfələri də çox böyükdür. Yadınızdadır, Sovet dönəminin sonuna yaxın o orkestrlə Bəli. necə Üzeyir Hacıbayevin əsərlərini, Bəli, marşı bəli, mahnılarını bəli. necə İndi də estrada var, aranjman o eləmişdir. lentlər Yaşayır, saxlanılır. əlbəttə yaşayır, çünki Özü o də ağ klassikadır. kostyumdadır orada. O Rafiq müəllim, klassikadır çox və gözəldir. doğrudan da o insanın Brilliant xanımla onların bir işləri olmuşdu. Bax elə həmən dövr idi, həmən illər idi. Elə insanların sayəsində səhnəyə gəldi və onların Bəli. xeyir duasını qazandı. Brilliant xanımdır, İlqardır mənim əziz dostum, İlqar Muradov. Bəli. Hansılar ki, bu dəqiqə Azərbaycanda Orada da məktəb idi öz Rafiq sözlərini Babayev. deyən Rafiq Babayev böyük idi, məktəb Siyavuş idi. Kərimi idi. Siyavuş Kərimin maşallah indi də var. Bəli. mən deyim ki, Mən Rafiq Babayevdən danışıram. Yəni demək istəyirəm ki, onlar eyni studiyada idilər. Bəli, Yəni Rafiq bəli, Babayev bəli, idi, bəli. Siyavuş Allah can Kərimi idi, sağlığı İlqar versin Muradov Siyavuş idi onların müəllimə, yanında. bəli, Bax, indi Siyavuşla da mən dostluğumuz bizim davam edir. Biz qardaş kimiyik Siyavuşla və bu qara tellər xalq mahnısında bu Siyavuş özü udda Nə gözəl. deməli o Aa, muğamatı bizə də çalır. deyirdi ki, Elə o da bayaqdan da- kimin Onu Qeyd Siyavuş elədi. çalır, bəli. Qeyd bəli. elədi. Siyavuşu da mən salamlayıram. Biz Bizim- də buradan böyük Bu gözəl bəstəkarımızı verilişdən. salamlayırıq xalq artistimizi. Sağ ol. Salamlar olsun ona. İnşallah bizim verilişimizdə də Siyavuş müəllimlə görüşərik bir gün. Doğrudan çox gözəl aranjman Allah idi. qoysun. Mən bir dinləyici olaraq çox bəyəndim. Firdevsi müəllim, bir ara ilini deyə bilməyəcəm, bir neçə il əvvəl idi. Sizin bir məşhur tamaşanız oldu. Bütün mətbuat ondan yazdı. Karamazov qardaşları. O Neçə il? 3 il var idi deyəsən, hə? 3 il 4 il bundan əvvəl 3 il, 4 il qoyuldu. bundan. İndi də Çox oynayırıq. bugün repertuarda Yeri var mı? gəlmişkən oktyabrın 25-i oynayırıq o tamaşanı. O tamaşanı Hamınızı oynayırsınız. təbii dəvət edirəm Məmnuniyyətlə, tamaşaya. məmnuniyyətlə gəlib. Çünki o tamaşadan çox danışıldı. Çox danışıldı. Ondan qabaq bir uğurlu işim var idi. Tennis Williams'ın tramvay Arzu tramvayı tamaşasında mən Stelli Kavalskini oynadım. O mənim yaradıcılığımda şah əsərlərdən və şah rollardan biridir. Ondan sonra deməli Tramvay Jelaniyadan sonra Karamazov qardaşları və mən Misiya rolunu oynadım. Əlbəttə ki, o Rus qəlbi, Rus geniş, o deyirlər, şirata ruski duşu da, belə bir söz deyirlər. Həmin onu səhnədə yaratmaq doğrudan da çox çətin idi. Və İrana xanımın tamaşasıdır. Mən ümumiyyətlə teatrda rejissor cəhətdən mən biraz xoşbəxtəm. Çünki super profesional bir insanla işləyirəm. Bizə həm həyat birləşdirir, həm də sənət. Və o dərəcədə başa düşürdü Dostoyevskini. Ümumiyyətlə o Dostoyevskini çox sevir. Özü də o olmuş hadisədir də. Bəli, onu əsirlikdə, katırqada kimsə danışıb və həmin adlar dəyişilib və ümumiyyətlə olmuş hadisədir. Belə bir şey olub. Və burada insan faciəsi haqqında, insan öz başınalığı haqqında. Ümumiyyətlə Dostoyevski böyük bir yazıcıdır, böyük dramaturqdur. Onun əsərləri mən Rus ədəbiyyatı yox, bütün dünya ədəbiyyatında bəli, çox gözəl tamaşadır və bugünə qədər oynayırıq. Həmişə də gəlirlər, tamaşaçılar baxırlar, göz yaşlarıyla çıxırlar və son demək istəmirəm. Növbəti işimdəki Ərəblinskidir. O da heç o birisilərdən geri qalmır. Çünki hər bir əsərə mən öz qəlbimi verirəm. Ona görə hamısı mənim üçün amma xüsusilə bax o əsərdə, o Karamazov qardaşlarında sizinlə bərabər rejissorun da adı o deyək ki, iri hərflərlə yazılırdı İrana xanımın. Çünki çox gözəl iş alınmışdı. Mətbuat bundan çox yazdı, çox danışdı. Bu arada təşəkkürlərimizi bildirmək istəyirik biz hörmətli tamaşaçılarımız Baku City Hospitala. Baku City Hospitalda böyük klinikadır, 7 mərtəbəli bir klinikadır və bu klinikanın deyək ki, profilləri çox genişdir. Diqqətinizə yetirək ki, bax, bayram günləri ilə əlaqədar Baku City Hospital müxtəlif xeyriyyə aksiyaları keçirdir. Məsələn, laborator analizlərə 20% endirim var əzizlərimiz. Buyurub müraciət eləyə bilərsiniz. Qurban bayramı münasibəti ilə sünnət əməliyyatları pulsuz həyata keçirilir. Düz ayın 20-sinə qədər bu davam eləyəcək. Müraciət eləyə bilərsiniz. Daha sonra lor, ginekologiya, proktologiya, kosmetologiya, ümumi cərrahiyyə, ortopediya, gastroenterologiya,
Bütün bax bunlarda konsultasiyalar pulsuzdur. Həkimlərə buyurub müraciət eləyə bilərsiniz. Sanni mağazalarında təşəkkürümüzü bildirmək istəyirik. Tək şəxsiyyət vəsiqənizi götürürsünüz, yollanırsınız Sanni mağazalarına. Ürəyiniz istəyən mallara faizsiz kreditlə əldə eləyə bilərsiniz. Xüsusilə hərbiçilərə, kursantlara, tələbələrə güzəştlər olunur. Ona görə hörmətli tələbələrimiz müraciət eləyin. Bax bu güzəştlərdən mütləq istifadə edin. Və bir təşəkkürümüzü də bildirmək istəyirik paytaxtımızın ən iri mebel salonlarından olan Miroğlu Mebel Salonuna. Əzizlərimiz, Miroğlu Mebel Salonu bütün zövqləri oxşayan, həm klassik, həm də modern tipli yeni şərq-qərb kolleksiyası təqdim edir. Dünyanın ən məşhur mebel firmalarının tanınmış brendlərini Miroğlu Mebel Salonuna sifariş edə bilərsiniz. Mebellərin Azərbaycana gətirilməsi, çatdırılması və quraşdırılması pulsuzdur. Yaxın aylarda diqqətinizə yetirək ki, İtaliyanın məşhur Pancasa New Lux klassik mebellərinin də Bakıda rəsmi nümayəndəliyinin ünvanı məhz Miroğlu Mebel olacaq. İtaliyanın Pancasa mebelləri dünyada keyfiyyəti, dözümlüyü, gözəlliyi ilə mebel istehsalçıları arasında birincilərdəndir. Artıq Pancasa Azərbaycana gəlir. Bax, bu barədə ən son yenilikləri yalnız və yalnız Lider Televiziyasının Səhərçağı proqramından ala bilərsiniz. Diqqətinizdə onu da yetirək ki, Miroğlu Mebel yeni evlənənlərə, yeni cütlüklərə də müəyyən güzəştlər edir. Ona görə də yeni ailə quran gənclərimiz buyursunlar, müraciət eləsinlər Miroğlu Mebel mağazasına. Çünki burada onlar üçün xüsusi güzəştlər var. Rami bəy, bu günləri bax, bizim tamaşaçılarımızı daha çox maraqlandırır diaqnostikası necə aparılır. Çünki siz biraz öncə dediniz ki, bax, nazik bağırsaqda olan bu xəstəliklər. Baku City Hospitalda bunun diaqnostikası hansı formada aparılır, necə müraciət eləsinlər sizə? Mən bir şey vurğulayım ki, nazik bağırsağın müayinəsi üçün əvvəllər ümumiyyətlə endoskopik müayinə sayılır. Əvvəllər iki cür müayinə var idi, gastroskopiya və kolonoskopiya. Kolonoskopiya ilə yoğun bağırsaqlar müayinə olunurdu tam axıra qədər. Gastroskopiya ilə necə deyirlər, 12 barmaq bağırsağa qədər tam müayinə aparılırdı. Yerdə qalan nazik bağırsağın digər hissələri ki var, onları müayinə etmək mümkün deyildi. Bayaq vurğuladığım kimi 21-ci əsrdə yenilik olaraq enteroskop yaradıldı. Enteroskopun özünün uzunluğu 2 metr yarımdır. Amma nazik bağırsağa biz baxsaq, nazik bağırsağın uzunluğu 8-9 metrə qədərdir. Yaxşı, bu 2 metr yarım, ora necə, yəni tam axıra qədər biz müayinə edə bilərik. Burada endoskopun üzərində balonlar var. O balonlar necə deyək, soxulcan hərəkət edən kimi hərəkət edərək bağırsaqları tam yığır, bəli, bağırsaqları yığaraq tam sona qədər həmən 8 metri tamamilə diaqnoz edə bilir. Diaqnoz edə bilir. Bunu anesteziya altında, yəni xəstəni tam biz yatızdırırıq, xəstə hiss etməsin, ağrı, narahatçılığı olmasın, sona qədər tam müayinə edirik. Məsələn, son axır zamanlarda nazik bağırsağın onkoloji xəstəliklərinin sayı artıb. Əvvəllər elm yazırdı ki, nazik bağırsaqlarda şiş xəstəlikləri çox az bir faiz təşkil edir. Ümumiyyətlə deyirdilər ki, 2-3% təşkil edir. Amma indi bu faiz artıb. 15-20% təşkil edir nazik bağırsağın onkoloji xəstəlikləri. Çünki vaxtında profilaktik tədbirlər görülmür. Biz də müsəlmançılıqdır da, əşi sonra gedərik, sonra gedərik, sonra gedərik. Beləcə qalır və gecə saat 11-dən sonra yaxşı belə yağlı bir yemək. Yağlı qida. Bir də bir şey vurğulayım ki, bizim insanlara, məsələn, bizim City Hospitalın burada efirə çıxmasının əsas məqsədi odur ki, bizim xalqımızı, cəmiyyətimizi maarifləndirsin, tibbi maarifləndirsin. Çünki insanlar vaxtında müraciət etsinlər ki, onlar da biz sağlamlığının keşiyində duraq. Ən əsası odur və hörmətli tamaşaçılarımız, bax, həkimimiz buyurdu ki, vaxtında müraciət eləyin. Siz, bax, pulsuz konsultasiyalardan istifadə eləyə bilərsiniz. Baku City Hospitala müraciət eləyin, bax, lor, qinikologiya, kosmetologiya, ümumi cərrahiyyə şöbələrində pulsuz konsultasiyalar var. Bax, bundan istifadə edin. Yəni, bundan gözəl təklif hansı klinika verə bilər sizə? Daha sonra bayram günləri ilə əlaqədar laborator müayinələrə 20% endirim var. Kim əgər diaqnozdan istifadə eləsə,
eləsə, laborator analizlərdən istifadə eləsə, deməli onlara 20% endirim olacaq. Mütləq istifadə etməyin zamanıdır. Bir şey vurgulamaq buyurun, istəyirəm ki, buyurun. bizim City Hospitalın Aha. belə bir devizi var. Sağlamlığınız məqsədimizdir. Biz ən öndə gedən bu deviz üzərindən çalışırıq və bizim xalqımızın sağlamlığı üzərində həmişə çalışırsınız. Qoy sağlam olsun xalqımız. Xalqımız sağlam olsa, xalqımızın, millətimizin sayı da artacaq və biz gələcəkdə də necə deyirlər, Qarabağ məsələsində həll eləməyə daha İnşallah. sağlam Hər olacaq. şeylə. İnşallah. Mən ona bir dənə ən əsas söz deyim, sağlamlıqdır. sağlamlıqla əlaqədar. Ümumiyyətlə, həkim deyir, mütəxəssis deyəndə daha çox insanlar inanır və daha çox etibar edirlər. Mən istəyirəm sizin dilinizdən eşidək ki, ümumiyyətlə, ildə 2 dəfə müayinədən keçmək lazımdır. Check-up Nəyə görə? müayinələrdən. Bəli. Nəyə görə? Profilaktik insan bilməlidir ki, bu 6 ay ərzində o hansı gücə salıb, hansı orqanını, Nələrdən qaçsın, heç olmasa. qaçsın. Heç olmasa onu biləndən sonra həyat uzanacaq. Biz avtomobilimizi 3 gündən bir plafaktoriya aparıb müayinə eləyirik də ki, motoru necədir, xadavoyu Gözəl necədir, o birisi bənzətmə elədi necədir, bu Firdevs müəllim. necədir. Əla. Bəs nəyə görə bizim kişilər heç olmasa ildə 2 dəfə gedib biz otururuq, dincələndə nə edirik? Saat 11-də gedirik restorana, gedək dincələk. Özümüz dincəlirik, amma bütün orqanlarımızı gücə salırıq. Əziyyət veririk ona. Bəli, biz Mədiyə, bağırsağa əziyyət veririk. Ən əsası Kabablar və qaraciyərə. s. və Bəli, ilaxır. biz özümüz gecə gəlirik evə yatmağa, amma orqanlara deyirik ki, siz yatmayın. Siz işləyin. Fəaliyyətiniz davam Ona Biz görə özümüz- o profilaktika lazımdır mütləq. Buyurun, Yaxın müəllim. Biz özümüzün həkimi olmalıyıq. Belə. Ən əsası və hörmətli tamaşaçılarımız, bax siz də səhhətinizin keşiyində dayanmaq üçün gördünüzmü Firdevsi müəllim də. Bu günləri mən niyə sizə hər dəfə Mənim Füzuli müəllim qardaşımın deyirəm? adı Füzulidir, dostumun Ona adı icazənizlə biz Füzulidir. burada Füzuli müəllim salamlayaq sizin qardaşınızı. Firdevsi müəllim, bax mənim üçün bir tamaşaçı olaraq çox maraqlıdır. Bilirəm ki, bizə indi baxanlar üçün də maraqlıdır. Bir evdə aktyor və rejissor. Bəli. Siz həm işdə, səhnədə bir yerdəsiz. Bəli. Birlikdə tamaşalar hazırlayırsınız Bəli. və sonra gəlir yəni ailə həyatı. O İnar xanım sözsüz ki, məşq zamanıdır. Rejissor əsəbləşə bilər, rejissor səsinin tonunu qaldıra bilər. Əlbəttə. Hətta aktyorun könlünə dəyə bilər. Dəyir, tez-tez dəyir. Dəyirmi? Aktyor kimi, hə. Etiraf elədi. Aha. Yaxşı, tamaşa bitdi, tamaşa yox. Məşq bitdi və İnara xanım gəldi. Bu artıq evin xanımıdır. Bəli. Davam eləmir ki o məşqlər Yox, evdə. heç vaxt, Qəti, heç vaxt. qapı Qoymaram, arxasında nə qalır. danışırsınız? Yox. Çünki azdır ki, mən ondan rejissor kimi çəkirəm teatrda, hələ bir evdə də Gözəl. çəkməliyəm. Yox. Ümumiyyətlə, mən bizim sənətimiz elə sənətdir ki, o bizi əhatə eləyir hər yerdə. Biz evə də gələndə televizoru işə salırıq, orada da bizim sənətimizdən göstərirlər. İş yoldaşlarımız zəng edir, onlar da teatrdan danışanda biz artıq əsəbləşirik. Çünki iş yerində qalmalıdır, ailə öz ailə yerində. Ümumiyyətlə, biraz dincəlmək lazımdır, biraz ara vermək lazımdır. O da özü böyük elmdir, başa düşürsünüz? Yaxşı, tutalım ki, məşqdə İnara xanım sizin xətrinizə dəydi, yəni rejissordur, aktyora bir söz dedi və məşq bitdi. Sonra könlünüz necə alır? Yox, könlümü almır. Almır, onu da eləmir. Bilirsiniz necə, çox obyektiv bir insandır. Ümumiyyətlə, onun tələblərinə cavab vermək üçün çox işləmək və çox özlərində çalışmaq lazımdır. Doğrudan da İrana xanım bugün Azərbaycan teatrında çox məşhur, tanınmış bacarıqlı bizim və rejissorlarımızdandır. doğrudan da və bu yaxınlarda bizim dövlət başçımız ona fəxri ad verdi, xalq artisti. Çox gözəl bir yaradıcılıq prosesi keçir İrana xanım bu dəqiqə Azərbaycanda. Ona görə də tək mən yox, bir çox, həm indi artıq təkcə Rus dram teatrı yox, həm də milli teatr və dəvətlər də çoxdur başqa-başqa teatrlara. Artıq seçim qarşısındadır. Seçim qarşısındadır və doğrudan da indi teatrda çalışmaları davam edir. Nə demək istəyirdim? Ümumiyyətlə, rejissorla aktyorun tandemi olmalıdır. Rejissor aktyoru sevməlidir. Rejissor aktyora qayğı göstərməlidir. Mənim üçün həmişə rejissor bir cərrah olub. Aktyor da o cərrahın instrumenti olub. Bıçağının altındadır. Onda Bəli. icazə verin, mən o bıçaqla sizin sözünüzü balla kəsim, reklamlara, ayrılaq reklamlardan sonra söhbətimizə davam elədirəcəyik.
Təşəkkürümüzü bildiririk İlham müəllimə. Bu arada hörmətli tamaşaçılarımız diqqətinizə yetirək ki, Baku City Hospitalda bayram günləri ilə əlaqədar müxtəlif xeyriyyə aksiyaları keçirdirlər. Bax, bunları sizin diqqətinizə yetirmək istəyirik. Həkimlərimizin konsultasiyaları pulsuzdur. Müraciət edə bilərsiniz. Lor, ginekologiya, kosmetologiya, ümumi cərrahiyyə, ortopediya. Bax, bu şöbələrin həkimlərinə müraciət edə bilərsiniz. Bütün konsultasiyalardan pulsuz istifadə edə bilərsiniz. Daha sonra diqqətinizə yetirək ki, laborator analizlərə də 20% endirim edir. Bax, bu endirimlərdən də istifadə edin. Və Qurban Bayramı ilə münasibəti ilə deməli, ayın 20-sinə qədər balaca balalarımızı götürüb yollana bilərsiniz Baku City Hospitala. Çünki sünnət əməliyyatlarını da tam pulsuz şəkildə həyata keçirir Baku City Hospital. Bu da sizin üçün Baku City Hospitalın bayram hədiyyəsidir. Və bu arada təşəkkürümüzü də bildirmək istəyirik Sanni mağazalarına. Sanni mağazaları da sizin üçün yeni kampaniyalarla görüşünüzə gəlir. Tək şəxsiyyət vəsiqənizi götürüb yollanırsınız Sanni mağazalarına və ürəyiniz istəyən malları faizsiz kredit şərtləri ilə əldə edə bilərsiniz. Gəlin indi sizinlə bərabər Sanni mağazasına aid olan video çarxı izləyək, sonra yenidən birlikdəyik. Əzizlərimiz, sizinlə bərabər video çarxımızı izlədik və bir neçə dəqiqə öncə siz İlham müəllimin ifasında bir gözəl melodiya dinlədiniz və bu melodiya təzə idi, ekskluziv Lider televiziyası üçün hədiyyəsi idi İlham müəllimin. Lider televiziyasında deməli birinci dəfə ekskluziv bugün səsləndi. Çox gözəl Yeni idi. melodiya. Melodiyanın da adını mən qoymuşam Əbədi Sevgi adlanır melodiya. Əbədi sevgi. Bəli. Bütün Həm də sevənlərə şəhərimizə əbədi sevgimizdir də bu. Çünki bulvarın, müasir bulvarımızın ab-havası var idi o musiqidə. Doğrudan. çox sağ ol, çox sağ ol. Ümumiyyətlə Firdevs. saksafonun o səsi gələndə Bugün bəli. yada düşür. Bax, o Firdevsi müəllimin dediyi o bulvar, o dəniz kənarı park. Nurhan xanım, mən bugün deməli dinləyicilərimizə necə deyirlər, imtahana verdim bu Aha. melodiyanı. İndi görək. İlk dinləyənlər Öz bilirəm ki, rəylərini bəyəndilər. bildirəcəklər, Allah Çünki qoysun. doğrudan da könül oxşayan musiqi idi və mən baxırdım ki, Firdevsi müəllim də onu dinləyə-dinləyə çox xoşhal olmuşdu, elə bizim həkimimiz də. Nurhan xanım, mən sizə deyim ki, deməli Firdevsi, mən saat 4-də gecə saat 4-də bu melodiya yazılıb yarım il bundan qabaq. Keçən verilişdə Nurhan xanım sizin Bəli. verilişinizdə mən dedim ki, bəs yeni melodiya yazılıb, o deməli fonoqramasının yazılmalıdır, Bəli. zapisi olmalıdır studiyada və bunu mən elətdirdim. Saat 4-də deməli gecə deyim sizə bir həftə bundan qabaq saat gecə 4-də mən ayıldım, yata bilmədim. Saat 9-a kimi fırlanıram deməli. Narahatsız, özünüz narahat Narahatam, yox. edirsiniz. Musiqi beynimdədir, musiqi beynimdə. Aranjmanı mən fikirləşirdim ki, onun aranjmanını eləmək lazımdır. Necə olmalıdır bu, necə olmamalıdır, belə fikirləşdim. Deməli, saat 9-acan mən yatmamışam, notlar beynimdə, hamısını deməli, yazmışam onu, beynimdədir notlar. Lakin saat 9-da durdum, deməli, yazdım onun nota ki, yadımdan çıxmasın aranjman. Ondan sonra mən getdim Və sonra bu musiqi alınır. Çox gözəl musiqi idi. Yazdım o melodiyanı. Təşəkkür edirik ki, o musiqini ilk dəfə olaraq elə bizim efirimizdən səsləndirdi sizi sevənlərə. Çox sağ olun. Həkimimiz, bax, çox maraqlıdır bu günləri. Bizim tamaşaçılarımızın əksəriyyəti köpdən əziyyət çəkdiklərini söyləyirlər. Bax, bunun səbəbləri nədir? Ümumiyyətlə, nazik bağırsaqla bunun əlaqəsi varmı, yoxmu? Bu barədə danışardınız. Ümumiyyətlə köpün əmələ gəlmə səbəblərincə ümumiyyətlə köp nazik bağırsaqda əmələ gəlir. Aha. Mədədə o qədər köp olmur. Köp əsasən nazik bağırsaqda. O da nəyin nəticəsindədir? Biz düzgün qidalanmırıq. Düzgün qidalanmadığımıza görə bağırsaqlarda bilirsiniz ki, həzm getmək üçün çürümə, qızğırma, çürümə prosesləri gedir. Bunun da nəticəsində qazlar əmələ gəlir. O qazlar da yığılır nazik bağırsağa. Bəli. Bayaq vurguladığım kimi nazik bağırsaq çox uzundur. Ondan da əlavə nazik bağırsağın diametri də böyüyə bilər. Hətta nazik bağırsağın diametri 5 santimetrə qədər ola bilər. Bu da onu göstərir ki, bu köpün də əmələ gəlmə səbəbi çürümə qızğırma proseslərində nazik bağırsaqda yığılmağı, nazik bağırsaqda hərəkətin, peristaltika deyirik biz ona, hərəkətin az olması nəticəsindədir. Mən sizə inandırım ki, illərlə belə xəstələr var və onlar bütün müayinələrdən keçirdilər və bu müayinələrdən keçdikdən sonra yenə də müalicə almalarına baxmayaraq tam bu köpün
aradan götürülməməsi şikayətindən Bəli. narahat idilər. Əvvəllər bu diaqnozun təyin olunması üçün xalqımız xarici ölkələrə gedirdi müayinə üçün, amma necə deyim, 6 aydan çoxdur ki, City Hospital klinikası enteroskop aparatını gətirib Bəli. və biz bu enteroskop aparatı ilə nazik bağırsağı tam müayinə edirik. Xəstəyə diaqnozunu qoyuruq ki, burada nəyin əsasında sizdə köp əmələ gəlib və xəstənin müalicəsini təyin edirik. Bir şey də vurğulayım ki, bayaqlar biz belə bir mövzuya toxunduq. Hər bir insan mədə-bağırsaq xəstəliklərinə xüsusən aiddir. Hər bir insan özü özünün həkimidir. Biz xəstələrə də deyirik ki, siz bizim yanımıza gəldiniz, biz müalicə yazdıq. Siz o reseptlə, o dərman preparatları ilə təkcə sağalmayacaqsınız. Siz özünüzün həkimi olmalısınız. Birinci növbədə. Çünki niyə görə? Məsələn, belə bir var, bizim insanların ən çox, məsələn, qış ayları gəlir. İndi bu qış aylarında insanlar ən çox xəmir xörəkləri, Bəli. Yağlı xörəklər, ət xörəkləri, bəli. bunun da nəticəsində... Qaçılmazdır da həkim, mətbəximizin bu xörəkləridir. Yox, əsas məsələ də bundan ibarətdir ki, biz bütün səhərdən axşama qədər yemək yemirik, hamımız işdə çalışırıq, axşam gəldi, biz dərhal gedərik xəmir xörəkləri, aş, yəni çoxlu enerjili, kalorili qidaları qəbul edirik və ondan sonra hərəkət etmirik. Deməli, bəla budur. Bəli, yatmaq vaxtıdır, hərəkət etmirik və bu zamanda bağırsaqlar da istirahət etmək istəyir. Amma biz əksin edirik. edirik. Biz əksin edirik. Biz deyirik ki, mən istirahətə gedirəm, sən mədə-bağırsaq sistemi işinlə məşğul. İndi mən oturacağım, sən işdə. Hə, sən işdə. Ona görə hörmətli tamaşaçılarımız, həkimimizin də qeyd elədiyi kimi mütləq sağlamlığınıza fikir verməlisiniz və ən əsası sağlam olmaq istəyirsinizsə düzgün qidalanmağa baxmalısınız ki, vaxtında yemək yiyəsiniz. Çünki bütün gün ərzində həkimimizin söylədiyi kimi ac qalıb, sonradan şam yeməyi, şam süfrəsi ətrafında əyləşib, belə deyək, möhkəm yeyib, yağlı yeyib yatmaq sözsüz ki, sağlamlığa ziyandır. Firdevsi müəllim, mən bilmək istəyirəm, ümumiyyətlə sizi bir aktyor kimi həm televiziyalardan, həm tamaşalardan bilirlər ki, siz fəaliyyətdə olan aktyorsunuz. Yəni, siz fəaliyyətinizə ara verən aktyor deyilsiniz. Bu günləri nə var, repertuarda nə var, tamaşaçıları hansı obrazlarla sevindilər və bayaqları biraz öncə siz tamaşanızın vaxtını dediniz, çox rica eləyərdim ki, vaxtı bir də deyəsiniz. Oktyabr ayının 25-də. Aha, oktyabr ayının 25-də deməli Karamazov qardaşları. Karamazov qardaşları və oktyabrın axırında Milli Teatrda sənətkarın talihi Ərəblinski haqqında tamaşa olacaq. Onu da görməyənlər gəlsinlər, baxsınlar. İnşallah, inşallah biz də arzu edirik ki, bizim tamaşaçılarımız hər zaman teatrlarımızda olsunlar. Doğrudan da teatr böyük mədəniyyətdir. Bu arada biz də təşəkkürümüzü bildirmək istəyirik Baku City Hospital-a. Hörmətli tamaşaçılarımız, Baku City Hospital bayram günləri ilə əlaqədar müxtəlif kampaniyalar keçirdir. Baxın, ayın 20-sinə qədər sünnət əməliyyatlarını pulsuz həyata keçirdəcəklər. Hörmətli valideynlərimiz, övladlarınızı apara bilərsiniz Baku City Hospital-a. Daha sonra laborator analizlərə 20% endirim var. Bax, bundan da istifadə edə bilərsiniz və həkimlərimizin konsultasiyaları pulsuzdur. Lor, ginekologiya, kosmetologiya, ümumi cərrahiyyə, bax, bu şöbələrin həkimləri sizin yolunuzu gözləyirlər, konsultasiyalar pulsuzdur. Buyurun, istifadə edin. Növbəti bir təşəkkürümüz də Sanni mağazalarınadır. Tək şəxsiyyət vəsiqənizi götürüb yollanırsınız Sanni mağazalarına və ürəyiniz istəyən mallara faizsiz kreditlərlə əldə edirsiniz. Üstəlik, deməli, kursantlara, hərbiçilərə, tələbələrə xüsusi endirimlər var. Bax, bu endirimlərdən də istifadə edin. Və son olaraq mən təşəkkürümü bildirmək istəyirəm Jalə xanıma. Bizim bax, studiyamızı bəzəyən bu gözəl yastıqları, dekorativ yastıqları, muncuqlarla, qaşlarla bəzənmiş yastıqları Jalə xanımın bunlar hamısı əl işləridir. Əl əməyinin zəhmətidir. Biz Jalə xanıma təşəkkürümüzü bildiririk ki, o xanım bax, əlinin zəhməti ilə bu gözəl yastıqları düzəldir, yaradır və siz bunları onun Facebook ünvanından və yaxud da telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Ekranlarımızda da görürsünüz. Az bir müddətdə, cəmi bir həftə müddətində Jalə xanıma sifariş verə bilərsiniz. Üstəlik, bax, bu yastıqlardan əlavə pərdələr tikə bilir Jalə xanım yenə muncuqlarla, qaşlarla və yataq dəstləridir. Belə, bugünkü söhbətimiz, bugünkü verilişimiz az sonra bitəcək. Biz sizinlə sağollaşırıq. Özünüzdən müğayyət olun və sizin hər üçünüzə təşəkkürümüzü bildiririk bu günləri studiyamıza gəldiyinizə görə, maraqlı söhbətləriniz üçün. Çox sağ olun. Sonda isə İlham müəllim sizdən yenidən bir melodiya istəyəcəyik. Melodiya yox, mahnı oxuyacağım. Mahnı. Evet.
oynaq mahnıdır. Biz el şənliklərində deməli çıxış edirik. Və Aşolar qrupu ilə bir yerdə. İndi bir mahnı Buyurun, səsləndirəcəm. dinləyək sizdən. Birinci adlanır mahnı. Buyurun, dinləyirik və sizə də təşəkkürümü bildirirəm. Çox sağ olun. Təqvimdə bugün çox adi bir gündür. Sənlə keçən günlər toydur, düyündür. Birinci görüşün bugün ad günü. Əbədi sevgimin xoşbəxt şad günü. Birinci görmüşəm səni. Birinci sevmişəm səni. Birinci açmışam sənə qəlbimi. Ömürlük vermişəm məhəbbətimi. Birinci görmüşəm səni. Birinci sevmişəm səni. Birinci açmışam sənə qəlbimi. Ömürlük vermişəm məhəbbətimi. Səadət, xoşbəxtlik, ömür payımız. Güneşten nur alıp sevgi dünyamız. Həsəd aparırlar görəndə bizi. Heç vaxt gizlətmirik sevincimizi. Birinci görmüşəm səni. Birinci sevmişəm səni. Birinci açmışam sənə qəlbimi. Ömürlük vermişəm məhəbbətimi. Birinci görmüşəm səni. Birinci sevmişəm səni. Birinci açmışam sənə qəlbimi. Ömürlük vermişəm məhəbbətimi. Birinci görmüşəm səni. Birinci sevmişəm səni. Birinci açmışam sənə qəlbimi. Ömürlük vermişəm məhəbbətimi. Birinci görmüşəm səni. Birinci sevmişəm səni. Birinci açmışam sənə qəlbimi. Ömürlük vermişəm məhəbbətimi. Birinci görmüşəm səni. Birinci sevmişəm səni. Birinci açmışam sənə qəlbimi. Ömürlük vermişəm məhəbbətimi. Birinci görmüşəm səni. Birinci sevmişəm səni. Birinci açmışam sənə qəlbimi. Ömürlük vermişəm